danışdı. Bax sən elə özün yeni başlayan dizaynersən. Sənin nə problemin var? Motivasiyadan şey olmaq, Düşmək. Sərdən haqqında danışırıq da. Niyə motivasiyadan düşürsən? Adətən dizayna yeni başlayan insanlar bir müddət sonra enişlərlə qarşılaşır. Bu problem tez-tez mənim tələbələrimin də başına gəlir. Hansı səhvlər var ki, dizaynerlar o səhvlərdən qaçmalıdırlar? Bu videoda bu haqqda danışacaq. Yaxın əyləşin, maraqlı olacaq. Son zamanlarda dizayn həm Azərbaycanda, həm də bütün dünyada inkişaf edir və bununla əlaqədar olaraq kifayət qədər kurslar açılmışdır. Bəs yaxşı, tələbə kurs seçən zaman nəyə fikir verməlidir? Mən çalışacağam bu suala öz təcrübəmdən cavab verim, çünki vaxt var idi, mən də bu ölkədə dizayn öyrənməyə qərar vermişdim və kurs axtarışındaydım. Və bir kurs tapdım, daha sonra orada təhsil aldım. Problem isə onda idi ki, mən kursu bitirəndən sonra özümü hazır hiss eləmirdim. Çünki mən dünyada olan digər dizaynerların işlərinə və qazanclarına baxırdım və eyni zamanda özümü onlarla müqayisə edəndə kifayət qədər texnikanın, kifayət qədər mövzunu bilmədiyimi anladım. Daha sonra mən self-study ilə məşğul olmağa başladım və Avropa, Amerika, Rusiya, Ukrayna kimi ölkələrdən olan mentorlardan video dərsliklər alırdım. Onda isə mənə tam aydın oldu ki, nə qədər mövzunu mən bilmirdim. Eyni zamanda Azərbaycanda olan kursların böyük əksəriyyətində belə bir tendensiya var ki, sizi kursdan sonra hər hansı bir şirkətə işə düzəltmək vədi verirlər. Lakin bu mənə maraqsız idi, çünki mən bilirdim ki, əgər mən işimin peşəkarı olsam, mənim buna ehtiyacım olmayacaq. Eyni zamanda mən həmin dövrdə freelance qazanc haqqında düşünürdüm ki, Azərbaycanda sırf bu yöndə tədris verən heç bir kurs yox idi. Elə buna görə də daha sonra mən öz kursumu açanda bizdə motion designla yanaşı Fiverr birjasının dərsləri də olur ki, tələbələr kursu bitirdikdən sonra rahat bir şəkildə freelance satışlar edə bilsin. Siz isə əgər hər hansısa bir kurs axtarışındasınızsa, məsləhət görərdim ki, kursun imicindən daha çox kursda dərs deyən mentorun portfolyosuna baxasınız. Yəni ki, sizin mentor nə işlər görüb, hansı şirkətlərlə çalışıb və nə qədər professionaldır. Əgər imkan varsa, yəni əgər kurs buna şərait yaradırsa, hətta sizdə məsləhət görərdim ki, həmin kursun demo dərslərində iştirak edəsiniz. Daha sonra sizə belə bir məsləhət verə bilərəm ki, əgər siz motion design öyrənmək istəyirsinizsə, internetdə özünüz müəyyən bir hissəsini araşdırıb baxa bilərsiniz ki, sizdə bir ideya formalaşsın. Daha sonra həmin belə deyək kursun dərslərində iştirak eləyəndə, yəni demo dərsində iştirak eləyəndə eyni şeyi müəllimə sual verə bilərsiniz ki, müəllim sizə bunu necə izah edəcək, daha rahat yolunu göstərəcək, yoxsa ümumiyyətlə müəllim heç bunları bilmir, çünki belə problemlər də tez-tez müəyyən tələbələrin başına gəlir. Eyni zamanda bəzən belə olur ki, hər hansı böyük bir kursu bitirmiş tələbə daha sonra mənə müraciət edir və bizim belə deyək demo dərslərdə iştirak edir. Onda isə başa düşür ki, artıq əslində motion design, yəni belə deyək bir animasiya dərsi necə tədris olunmalıdır. Hal-hazırda əksər kurslar motion design adı altında sadəcə Instagram və yaxud da digər sosial şəbəkələr üçün bir müəyyən post animasiyası hazırlamağı öyrədirlər. Bundan artıq yuxarısını, bundan artıq daha yüksək səviyyəsini tələbələr edə bilmirlər. Bizim dərslərdə isə ssenaridən tutmuş storyboard hazırlamasına qədər keçirilir. Yəni bu o deməkdir ki, siz heç kim olmadan, yəni sizə heç bir kömək, dəstək olmadan siz özünüz hər hansısa böyük bir proyekti götürüb, onu A-dan Z-yə qədər özünüz tək başına edə biləcəksiniz. Və motion designda ssenarinin, storyboardun nə qədər vacib olduğunu siz özünüz də internetdə araşdırıb baxa bilərsiniz ki, əksər kurslarda bu haqda ümumiyyətlə məlumatlar verilmir. Bundan başqa kurs seçərkən təkcə müəllimin portfolyosuna yox, həm də həmin kursu bitirən tələbələrin portfolyosuna baxa bilərsiniz. Siz özünüz bunu kursdan istəyə bilərsiniz ki, onlar həmin kursda olan tələbələrin portfolyolarını sizə göndərsinlər. Bu zaman isə artıq sizə aydın olacaq ki, siz bu kursu bitirəndən sonra təqribi necə işlər görəcəksiniz. Amma müqayisə üçün yenə də xarici dizaynerlərin işlərinə də baxsaz yaxşı olar. Çünki əgər sizin bu sahə haqqında bir fikriniz yoxdursa, yəni bu sahədə yenisinizsə, siz hansı işin yaxşı, hansı işin pis olduğunu ola bilsin ki, başa düşmədiniz. Bəzən isə olur ki, hər hansı bir şəxs bu sahəni öyrənmək istəyir, amma əlində vəsaiti olmur ki, kurslara yazılsın. Bu zamanda qorxulu bir şey yoxdur. Çünki hal-hazırda internetdə kifayət qədər motion design barəsində pulsuz məlumatlar var. Düzdür, biraz çətin olur. Çünki çox vaxt self-study ilə məşğul olan insanlar bilmirlər ki, hardan başlasınlar. Yəni hansı dərs birinci olmalıdır, hansı dərs ikinci. Adətən bu problemlərə görə elə bəzi dizaynerlar self-study ilə məşğul olan zaman bu belə deyim tədrisi yarıda buraxırlar.
İkinci ən böyük problem isə odur ki, yeni başlayan dizaynerlər özlərini daha pro dizaynerlarla müqayisə edirlər və bu zaman təbii ki, onlar həvəsdən düşürlər. Çünki onlar öz işlərinə və eyni zamanda pro dizaynerlərin işlərinə baxıb, öz işlərində olan çatışmazlıqları görüb həvəsdən düşəcəklər. Lakin bunu öz xeyrinizə dəyişə bilərsiniz. Siz həmin səhvlərin üzərində işləyib, daha professional bir proyekt ərsəyə gətirə bilərsiniz. Bəli, vaxtı ikən bu problem mənim də başıma gəlib. Nə vaxtsa mən də xarici dizaynerlərin işinə baxıb, daha sonra öz işimə baxanda utanırdım. Lakin bir müddət sonra başa düşdüm ki, əslində burada utanmalı bir şey yoxdur. Çünki mən də kifayət qədər vaxt və əziyyət sərf eləsəm, həmin səviyyəyə gəlib çata bilərəm. Və maraqlısı da odur ki, bu təsadüf eləmişdi mənim self-study ilə məşğul olan vaxtıma. Self-study ilə isə bağlı birazdan danışacağam. Bəs yaxşı, əgər hər hansısa bir dizaynerin işinə baxandan sonra biz həvəsdən düşürüksə, bu zaman nə etmək lazımdır? Burada heç bir pis bir şey yoxdur. Yəni başqa bir dizaynerin işinə baxmaqda, ondan ilhamlanmaqda heç bir pis bir şey yoxdur. Əksinə bu yaxşıdır. Siz ondan nəsə öyrənə bilərsiniz. Sadəcə olaraq diqqətli olmaq lazımdır ki, həmin dizaynerin gördüyü belə deyək işi tam olaraq copy-paste eləməyin. Yəni tam olaraq götürüb öz işinizdə tətbiq eləməyin. İkinci məsələ isə ilhamlanmaq məsələsidir. Dizaynda biz bilirik ki, yəni texniki bacarıqlardan əlavə ümumilikdə sənin dizayn biliyin, incəsənət biliyin olmalıdır ki, sən hər hansısa bir işi A-dan Z-yə qədər gətirib çıxarda biləsən. Bu zaman isə ideya lazım olur. Və bu ideya axtaran zaman biz ola bilər ki, başqa dizaynerlərin işlərinə baxaq. Lakin bayaq qeyd elədiyim kimi, bütün belə deyək ideyanı hər hansı bir dizaynerdən götürmək çox absurd və çox səhv bir işdir. Mən bilirəm ki, insan bu sahədə müəyyən müddət olandan sonra artıq onda ideya tapmaq problemi deyə bir şey olmur. Çünki sənin artıq təcrübən o qədər olur ki, sən istənilən bir animasiya üçün ssenarini və yaxud da istənilən bir digər loqo animasiyası üçün storyboardu rahat şəkildə hazır edə bilirsən. Bunun üçün isə təbii ki, təcrübə lazımdır və illər lazımdır ki, siz həmin müddət ərzində çoxlu işləyəsiniz. Bəli, bütün bu dizayn biliyi, bütün bu ideya işləməyin altında gizlənir. Nə qədər çox işləsəniz, nə qədər çox vaxt sərf eləsəniz, sizdə artıq bir o qədər də tez professionallıq formalaşacaq. Üçüncü problem nədən ibarətdir? Bəzən dizaynerlər self-study ilə məşğul olurlar. Yəni ki, heç bir kursa müraciət eləmədən özləri bu sahəyə yiyələnmək istəyirlər. Təbii ki, burada heç bir problem yoxdur. Bunu rahat şəkildə siz edə bilərsiniz. Amma baxır hansı mənbələrdən istifadə edəcəksiniz. Hal-hazırda biz YouTube-a daxil olub motion design haqqında bir tutoriala baxmaq istəsək, yüzlərlə video görəcəyik. Bəs onlardan hansına etibar eləmək olar və hansına olmaz? Yəqin ki, siz də fikir vermişsiniz ki, hər hansısa bir video viral olandan sonra, yəni kifayət qədər çox izlənəndən sonra YouTube-da bir çox dizayner həmin texnikanı götürüb öz işlərinə tətbiq edirlər və həmin müddətdən sonra həmin dizaynerlərin portfolyolarında eyni iş görsənməyə başlayır. Bu isə artıq sizi digər dizaynerlərdən fərqləndirməyəcək, əksinə sizi də həmin dizaynerlər kimi eyni edəcək. Ona görə çalışmaq lazımdır ki, hər bir işinizdə öz dəstxətiniz olsun. Vaxt var idi ki, mən özüm də self-study ilə məşğul idim və bu zaman mən bütün YouTube-dakı videolara baxmışdım. Amma öz işimə tətbiq edəcəyim işləri Jake Motion, Ben Marriott kimi dizaynerlərdən götürürdüm və yalnız onların işlərinə vaxtımı ayırıb baxıb öyrənirdim. Bəli, bayaq qeyd elədiyim kimi mən özüm də self-study ilə məşğul olmuşam və həmin dövr mənim kursu bitirəndən sonraki olan vaxta təsadüf edir. Və mən kursu bitirəndən sonra və görəndə ki, mən freelansda qazanc əldə edə bilmirəm və yaxud da ümumiyyətlə iş tapa bilmirəm, mən onda başa düşdüm ki, mən bu sahəni kifayət qədər yaxşı bilmirəm və eyni zamanda self-study ilə məşğul olmaq lazımdır. Və həmin dövr təsadüf eləmişdi yay aylarına. Mən bütün bu yay aylarını demək olar ki, gün ərzində 4-5 saat yatırdım. Qalan bütün saatımı isə motion dizayna həsr eləmişdim. Və təsəvvür eləsəniz 3 ay yay boyunca mən YouTube-dakı demək olar ki, motion dizaynla bağlı bütün videolara baxmışdım. Və buradan belə bir nəticə çıxartdım ki, YouTube-da hər hansısa bir tutorialı görüb, həmin proyekti işləyib öz portfolyoma qoymağa ehtiyac yoxdur. Səbəb isə odur ki, hər hansısa bir tutorial məşhur olandan sonra yer üzərində olan dizaynerlərin böyük əksəriyyəti həmin tutorialı öyrənib öz portfolyosuna yerləşdirir. Və bundan sonra artıq portfolyoda, yəni cürbəcür dizaynerlərin portfolyosuna girib baxanda eyni işləri görmək olur. Bu məsələ ümumiyyətlə dizayn aləmində belə bir qlobal problemə çevrilib artıq. Çünki insanlar
texnika ilə ümumiyyətlə ideya arasında fərqi başa düşə bilmirlər. Məsələn, sən hər hansısa bir dizaynerin işinə baxıb ondan texnikanı götürə bilərsən. Yəni keyframe'lər arasındakı məsafəni, timingi necə qurur, qrafiki necə qurur, effekti necə istifadə edir və s. və ilaxır kimi bilgini ondan oğraya bilərsən. Lakin ideyanı hər hansısa bir dizaynerdən oğramaq, bu artıq səni həmin dizaynerin sadəcə olaraq işini götürüb öz səhifəndə paylaşmaq kimi bir şey deməkdir. Mən self-study ilə məşğul olanda baxdığım videoların böyük əksəriyyəti rus dilində paylaşılırdı. Yəni həm belə deyək, rusların, həm də ukraynların videolarına baxırdım. Buna səbəb bəs nə idi? Baxmayaraq ki, mən bayaq qeyd elədim ki, əgər siz dizayn öyrənmək istəyirsinizsə, yəni self-study olaraq YouTube-da Ben Marriott, Jake in Motion kimi YouTuberlar, dizaynerlar var ki, yəni onların işi kifayət qədər yaxşıdır. Lakin mən özüm belə deyək, 20-30%, yəni onlardan götürürdüm. Qalan belə deyək, baxdığım videolar əsasən rus dilində olan videolar idi ki, ya ruslar idi, yəni belə deyim, həmin dizaynerlar, ya da ukraynalılar. Bu sir deyil ki, yəni bunu bütün artıq peşəkar dizaynerlar bilir ki, Ukraynalılar dizaynda kifayət qədər inkişaf ediblər. Yəni biz onların işinə baxanda onlar hər dəfə yeni bir trend gətirirlər. Sadəcə olaraq əfsuslar olsun ki, Azərbaycanda cavan kütlənin böyük əksəriyyəti rus dilini bilmir. Ona görə də çox vaxt türklərin videolarına baxırlar. Bu isə nə dərəcədə düzgündür? Mən özüm self-study ilə məşğul olanda, hətta indi də bəzən YouTube-da müəyyən videolara baxıram və günü bu gün belə kifayət qədər peşəkar türk bir dizayner, əfsuslar olsun ki, tanımıram ki, sizə məsləhət görə bilim. Lakin biz ruslara, ukraynalara, avropalılara və amerikalılara baxanda isə bu say kifayət qədər çoxdur. Səbəb isə nədir? Yəni bunun səbəbi nədir? Mən öyrənən zaman, məsələn, hər hansısa bir YouTuberin, dizaynerin işinə baxırdım, videosuna baxırdım və həmin adam fikir verirdim ki, necə izah edir. Əgər həmin dizayner elmi ilə izah edirdisə, yəni ki, bu effekti biz niyə istifadə edirik, niyə bu parametrləri bu şəkildə yazırıq, parametri çox yazanda nə olur, az yazanda nə olur, hamısını ətraflı şəkildə əgər izah edə bilirsə, demək ki, bu dizayner peşəkardır. Türklərdə isə tam əksi olurdu. Türklər sadəcə olaraq bir effekti atırdı, yəni indi ümumi hamısını şamil eləməyim, amma mənim öz başıma gələndən deyirəm. Müəyyən effekti atırdı və deyirdi ki, parametri belə, belə, belə qoy. Всё. İzah eləmirdi ki, niyə bunu belə qoydum, niyə bunu artırdım, bəlkə bunu belə etsəm tamam başqa nəticə olacaq və görürdüm ki, elmi ilə heç özü də bilmir həmin dizayner. Daha sonra mən artıq araşdırma eləyəndə, research eləyəndə, oturub axtaranda hansı effekt necə işləyir, ümumiyyətlə prinsip nədir, başa düşürdüm ki, yəni ki, Ukraynalılar nəyə görə dizaynda bu qədər inkişaf ediblər? Çünki ruslar, ukraynalılar olsun, bunlar kifayət qədər elmi ilə məşğul olurlar. Yəni kifayət qədər dərinliyinə gedə bilirlər. İndi isə şükürlər olsun ki, süni intellekt deyə bir şey çıxıb, siz rahat bir şəkildə YouTube-da hər hansısa bir rus və yaxud ukraynalı bir dizayner YouTuberin videosunu rahat bir şəkildə tərcümə eləyib və yaxud da ən azı subtitle-la izləyə bilərsiniz. Dizaynerların elədiyi növbəti səhvlərdən biri odur ki, dizaynerlar freelansda çoxlu qazanc olduğunu düşünürlər. Düzdür, bu belədir. Freelansda kifayət qədər qazanc var, amma siz onu da nəzərə almalısınız ki, siz yeni başlayan zaman çox böyük pullar qazanmayacaqsınız və bunu siz görəndə, yəni işləməyə başlayıb az pul qazananda ruhdan düşməmək lazımdır. Yenə də sizə öz təcrübəmdən bir hekayə danışacağam. Kursu bitirəndən sonra, daha sonra self-study ilə məşğul olandan sonra artıq qərar vermişdim ki, freelans olaraq gəlir əldə edim. Və mən onda Fiverr birjası ilə tanış oldum və öz işlərimi, öz proyektlərimi həmin sayta yüklədim. Açığı mən oradan hər hansı bir belə deyim, böyük pullar qazanmağı düşünmürdüm həmin an üçün. Sadəcə olaraq fikirləşirdim ki, görəsən həqiqətən də yeni başlayan bir dizayner Fiverr kimi böyük birjada qazanc əldə edə bilər. Və öz proyektlərimi həmin sayta yükləyəndən bir neçə həftə sonra mən artıq belə deyə ümidimi kəsmişdim ki, bu mümkün deyil. Yəni hər hansısa bir dizayner yeni başlasın, böyük bir birjaya girsin və həmin birjada satış eləsin. Lakin bir neçə gün sonra mənə bir mesaj gəldi. Mən həmin vaxtda evdə deyildim. Sadəcə olaraq telefona baxdım və gördüm ki, Fiverr belə deyim, aplikasiyasından bir notification gəlib. Lakin mesajı açıb baxmadım, çünki elə düşündüm ki, bu hər hansısa bir reklam mesajıdır. Bir neçə dəqiqə sonra isə sadəcə maraq belə deyim gəldi ki, mənə bəlkə yəni sifarişdir. Və açdım, baxdım ki, bəli, həqiqətən də mənə sifariş gəlmişdi. İndi sizə həmin sifarişin qiymətini desəm, bəlkə də siz gülərsiniz, çünki həmin sifarişin qiyməti $5 idi. Mən bilirdim ki, əgər mən yeni başlayan bir dizayneramsa, mən böyük məbləğləri Fiverr-dan həmin an üçün qazana bilmərəm. Çünki rəqabət çox böyük idi. Lakin aşağı məbləğdə başlasam, ola bilsin ki, yəni şans var ki, mən sifariş götürə bilim.
Və elə də oldu, mən sifarişi götürdüm, həmin 5 dollarlıq animasiyanı eləyib müştəriyə göndərdim və müştəri mənə belə bir review yazdı və bundan sonra həmin müştəri mənlə işləməyə davam elədi. Bir neçə gün sonra başqa bir sifariş verdi, bir neçə gün sonra tamam başqa bir sifariş verdi və mən artıq başa düşdüm ki, bu saytda rahat bir şəkildə freelance olaraq işləmək olur. Və həmin müştəri artıq mənə bir neçə sifariş verəndən sonra artıq digər müştərilər də mənə sifariş verməyə başladılar. Və qısa müddətdə mən artıq Fiverr birjasında aylıq normal qazanc əldə edə bilirdim. Elə aylar olurdu ki, 1800-2000 dollar qazanırdım. Elə aylar olurdu, düzdür, az qazanırdım, 500-600 dollar. Çünki bilirdim ki, freelansda stabil qazanc deyə bir şey yoxdur. İndi çox insan ola bilsin ki, bu videonu izləyir və onlar da həmin mənim olduğum anda yerləşirlər ki, öz portfolyoları müəyyən saytlara qoyub, amma sifariş götürə bilmirlər. Bu zaman ruhdan düşməyə ehtiyac yoxdur. Məsələ burada sadəcə zaman məsələsidir və bir də sizin işləriniz nə qədər professional görsənir. Çünki siz girib baxsanız, eyni sizin işi görən orada yüzlərlə başqa dizayner var. Sizin işiniz ən azı o səviyyədə olmalıdır ki, orada müştəri sizin işi görüb klik edən zaman, yəni sizin işə belə deyim, baxıb bəyənsin və sifariş versin. Bunun üçün isə sizə məsləhət görərdim ki, bir research aparasınız. Yəni hansı işləri bacarırsınızsa, ilk növbədə Fiverr'da axtarasınız o işləri və baxın hansı işləri az qoyulubsa, yəni səhifələr orada azdırsa və yaxud da hansında qiymət normaldır, hansında rəqabət azdır. Bu cür belə deyim, məlumatlar sizin əlinizdə olandan sonra artıq satış eləməyə şansınız sizin daha da artacaq. Bizim kursda biz tələbələrə bunların hamısını izah edirik ki, tələbə kursu bitirəndən sonra artıq rahat bir şəkildə öz portfolyosunu yığıb Fiverr kimi böyük freelance birjalarında satış edə bilsin. Dizaynerların növbəti problemlərindən biri odur ki, dizaynerlar xəyal etdiyi işi canlandıra bilmirlər. Yəni hər hansı bir proyekti ərsəyə gətirib bitirə bilmirlər. Ən çox bu problem yeni başlayan dizaynerlarda olur, çünki təcrübə kifayət eləmir ki, həmin dizayner proyekti A-dan Z-yə qədər gətirib çatdıra bilsin. Burada ikinci problem isə ondan ibarətdir ki, tələbə düşünən zaman təcrübəsi olmadığına görə çox böyük işlər düşünür və işin arxasında oturanda isə onda təbii ki, bu şey alınmayacaq. Və eyni zamanda bilmək lazımdır ki, sənin işin nə qədər mükəmməl görsənəcəksə, bu o deməkdir ki, sənin işin bir o qədər gec mümkün olacaq. Yəni ki, hər hansısa xırda bir proyekti tamamlamaq daha yaxşıdır, nəinki böyük proyektin hər hansısa bir hissəsini eləmək. Bu zaman sizin artıq portfolyonuzda bir yox, bir neçə bitmiş iş olacaq ki, siz onu rahat bir şəkildə müştəriyə təqdim eləyəsiniz. Ola bilər ki, Azərbaycanda portfolyoya çox da önəm verilməsin. Əgər sizin fikriniz Fiverr birjasından, yəni xarici dünya bazarından qazanmaqdırsa, bu zaman sizin portfolyonuz çox önəm daşıyır. Bu problem ara sıra mənim tələbələrimin də başına gəlir. Tələbələrlə danışan zaman ev tapşırıqları haqqında tələbələr qeyd edirlər ki, məsələn, belə bir ideya var idi ağlımda, bunu eləmək istirdim, işlədim, yarımçıq qaldı, çatdıra bilmədim və s. belə axır. Bu zaman nə etmək lazımdır? Ümumiyyətlə, təcrübə olmadığından yeni başlayan dizaynerlarda onlar hər hansısa bir işi düşünən zaman o işin vizual olaraq necə görsənməyini düşünürlər. Lakin After Effects-də nə işlər görməlidirlər, hansı texnikaları yerinə yetirməlidirlər, bu haqda düşünmürlər. Ona görə də onların işləri belə deyim yekunlaşmır. Bəs bunu necə aradan qaldırmaq olar? Əgər yeni başlayansınızsa, heç bir böyük proyekti, yəni belə deyim işləməyə ehtiyac yoxdur. Əksinə, hər hansısa bir qısa, balaca məsələn proyektlər götürüb onları bitirsəniz daha yaxşı olar. Çünki sizin yüzlərlə böyük və yarımçıq proyektlərdənsə bir neçə xırda amma tamamlanmış proyektiniz daha yaxşıdır. Çünki siz onu həm müştərilərə göstərə bilərsiniz, həm portfolyonuza yerləşdirə bilərsiniz, eyni zamanda freelance birjalarında qeydiyyatdan keçib həmin işlərlə qazanc əldə edə bilərsiniz. Böyük proyektləri isə işləmək üçün siz artıq ssenari, storyboard nə olduğunu ən azı bilməlisiniz. Çünki mən özüm belə günü bugün əgər hər hansısa bir böyük proyekt üzərində işləyirəmsə, mən ssenarisiz və yaxud da storyboardsuz o işə başlamıram. Çünki biz storyboard hazırlayan zaman hər demək olar ki, səhnəni kadr olaraq hazırlayırıq, hansı effektlər istifadə edəcəyik, onları yazırıq, hansı rənglər olacaq, onları yazırıq və daha sonra artıq işləyəndə mənim özümə də çox rahat olur. Çünki mən artıq bilirəm ki, hansı effektlərdən istifadə edəcəm, nə vaxt transition qoyacağam, nə vaxt keçid qoyacağam, hansı karakterlərdən istifadə edəcəm, ümumiyyətlə ssenaridə gələcəkdə nə olacaq və bunları bildiyim üçün artıq işi də daha tez təhvil verirəm. Təbii ki, bunu bir gündə öyrənmək mümkün deyil, buna illər lazımdır ki, təcrübə qazanasınız. Lakin əgər işi düzgün başlasanız, yəni heç bir səhv eləmədən başlasanız, o zaman qısa müddətdə kifayət qədər böyük proyektləri belə siz özünüz rahat bir şəkildə işləyə bilərsiniz. Bir neçə ay öncə bizim kursumuzda bir tələbə var idi ki, hansı ki mən həmin
həmin tələbə haqqında çox müsbət düşünürdüm. Yəni o tələbədən çox razı idim ki, tez bir zamanda həmin tələbə freelance satışlar edə biləcək. Lakin kurs gedişatında məlum oldu ki, həmin tələbədə bir minus var idi. Qeyd edim ki, həmin tələbənin ümumiyyətlə dizayn biliyi falan zövq məsələsi çox yaxşı idi. Minus nədən ibarət idi? Tələbə evə verilən tapşırığı o qədər mükəmməl eləməyə çalışırdı ki, sonda heç nə eləmirdi. Bəli, qəribə səslənir. Çünki nə qədər sən çalışsan ki, sənin işin mükəmməl alınsın, bu o deməkdir ki, bir o qədər çox vaxt gedəcək ona və eyni zamanda bu o deməkdir ki, o iş bir o qədər də qeyri-mümkün olacaq. Və daha sonra biz bu problemi necə həll elədik? Mən artıq həmin tələbəyə evə böyük proyektlər kimi tapşırıq vermirdim. Hər hansısa sadə və qısa proyektləri verirdim ki, həmin tələbə həmin işi bitirə bilsin. Onda artıq həmin tələbədə başladı ümumiyyətlə bütün proyekti görmək, nə vaxt hansı effektdən istifadə etmək lazımdır, nə vaxt bitirmək lazımdır və tələbədə bu da inkişaf edəndən sonra daha da böyük proyektləri biz verəndə tələbə artıq heç bir problem olmadan hamısını bitirməyə başlayırdı. Və yeni başlayan dizaynerlara mən onu məsləhət görərdim ki, hər hansısa bir böyük proyektin əvəzinə bir neçə sadə, xırda və amma bitmiş belə deyim, animasiya hazırlayasınız. Bundan başqa da əgər siz hər hansısa bir problemlə rastlaşmısınızsa, rahat bir şəkildə bunu şərhlərə qeyd edə bilərsiniz ki, biz gələcəkdə bu problemləri öz videomuzda canlandıraq. Məsələn, problemlərdən biri o olur ki, adətən hər hansısa bir şəxs freelansda az qazanır deyə dərhal hər hansı bir maaşlı iş axtarmağa başlayır və freelans ümumiyyətlə həyatını atıb maaşlı işdə işləyir. Bu problem də əgər sizə maraqlıdırsa, biz bunun haqqında da video çəkə bilərik. Əgər bu tip videoların davamlı gəlməsini istəyirsinizsə, bu videonu bəyənib kanala abunə olmağı unutmayın. Uğurlar. Mən nədən sizi paylaşmışam deyirsiniz, mənə çəkirsiniz, biabır eləmək istəyirsiniz. Ayda, hamı şəfqətlər çəkilir.